Onlar nə ediblər? Qoşuna azuqa verməkdən, köməkdən imtina eləyiblər. Əmraz. Salam əmirin sərkərdələrinə. Qəribədir. Çox qəribədir. Siz niyə çadırın çölündə dayanmısınız? Əmir hələ yuxudadır. Mühüm bir iş çıxıb, gərək huzuruna çatdıraq, amma... Hazıram, alacağınızın yarısını götürüm və əmiri yuxudan oyadım. Bizim nəyimiz varsa Sərdara məxsusdur. Vallahi Sərdar, sənin səxabətin şücaətindən daha çoxdur. Amma mənim fikrimcə Mərvan əmirin yuxusunu oyanmasından daha üstün tutur. Bizim bu əmoğlu razıdır, nəyi varsa versin, tək əmir yuxudan oyanmasın.
Bilmirəm bu əmrin qulağına nə dua oxuyub ki, istədiyi vaxt əmrin görüşünə gedir. Amma biz mühüm işlər üçün belə gözləməli oluruq. Adam bilmir ki, neynəsin. Ciddi bir söz demir ki, cavab verəsən. Zarafat da eləmir ki, güləsən. Əmir sizi huzuruna çağırır. Buyurun. Salam Əmir əl-Mömininə. Sabahınız xeyir, Əmir əl-Möminin. Əmir əl-Möminin sağ olsun. Bilmirəm niyə hər zaman siz üç nəfər mənə Əmir əl-Mömini xitab eləyəndə ixtiyarsız olaraq özümü sizin müxatəbiniz bilmirəm. Səbəbi budur ki, əmir yaxşı bilir, sərkərdələrinin özünün də bu sözə inamı yoxdur. Büsür! Əmraz çöldə gözdəsin. Mən öz ximəmdəyəm, əgər əmirin yenidən mənə... Büsür! Sərdar Xeymənin çölündə gözdəsin məni. Yaxşı, deyin görəyin nə xəbər? Kəşfiyyatçılar xəbər gətirib ki, Abdullah İbni Yaqub yoldadır. Bir şey qalmayıb məskənə çatsın. Nə vaxt çatır? Sabah Nə qədər ordu ilə gəlir? 5000 nəfərlə. 2000 süvari, 3000 piyada. Yaxşıdır, vaxtında özünü yetirdi. Qasidin Əmr İbni Hüreysdən gətirdiyi namədə yazılır ki, Şimr Əşəs və İbni Ümeyr əmirə itayət eləməyə hazırdılar. Ay. 200'lü tülkülər. Ölüm nəqşəmi hazırlayırlar. Əlini qətlə yetirirlər. Həsən İbn Əlini mənimlə müharibəyə məcbur edirlər. Sonra da məndən itayət etmək istəyirlər. İplərinin üstünə odun yığmaq olmaz. Gərək bu haqda Əmrasla məşvərət edin. Yalnız o bu şeytanların öhdəsindən gələr. Həsən İbn Əli o cəsusu öldürməklə həqiqətdən məni təhqir elədi. Əmir, bir plan hazırlamışam. İcazə versəniz... Plan? Nə plan? Döyüş planı. Döyüş? Nə döyüş? Həsən İbn Əli ilə olan döyüş. Kim deyir ki, biz Həsən İbn Əli ilə vuruşmaq istəyirik? Vuruşmuruq? Yox. Böyük sərkərdə, əmoğlu, Mərvan İbn Həkəm. Səncə bir işi neçə dəfə sınamaq olar? Məyər sən Cəməl döyüşündə yox idin? Var idim, əmir. Nə oldu? Məğlub olduq. Məyər Siffeyində yox idin? Var idim, əmir. Nə oldu? Siz özünüz yaxşı bilirsiniz. Döyüşdə məğlub olduq. Həkəmiyyətlə sona yetdi. Bu planı da mənimlə Əmras cızmışdı. Xəvaric aldandı. Əbu Talibin oğlunu bu işə məcbur etdilər. Düzdür? Bəli, əmir. Biz döyüşlə qələbə çalmamışıq. Əgər vuruşsaydıq, indi nə səndən, nə məndən və heç birimizdən əsər əlamət yox idi. Düzdür? Mümkündür, əmir. Mümkün yox, elədir. İndi istəyirsən yenidən özümüzü sınayaq? Hal-hazırda Əli İbni Əbu Talib ilə üzrə deyilik. İndi əmirin qarşısında dayanan Həsən İbni Əlidir. Səncə bunun fərqi var? Siffeyində görmədin o və qardaşı Hüseyin nə edirdilər? Görmədin necə qılınc çəkirdilər? Bizlərdən hansımız olaraq qalib gələ bilərik? Sən, mən, Zəhhak, Müğeyrə və yaxud o kiçik şeytan Əmraz? Əgər bizi mübarizəyə çağırsa, sən onunla üz-üzə gələ bilərsən? Bəli, əmir. Axmaqsan.
Bu həmin səhv addımdır ki, o axmaq pəhləvan Əmr İbni Əbdəvidin başına gəldi və nəşi meydanda qaldı. Əgər mən və Əmraz indiyə qədər sağıqsa, buna görədir ki, heç vaxt onlarla üz-üzə gəlməmişik. Əli Siffeyində məni döyüşə dəvət etdi, qəbul eləmədim. Əgər qəbul eləsəydim, Bəni Ümeyyə sülaləsinə bir dəfəlik son qoyulacaqdı. Əmoğlu, biz sağ qalmaq üçün məcburuq, həqiqəti qəbul eləyək. Onlarla tənha müqamət yolumuz çıxış yolu tapmaqdır. Özü də Asın oğlunun fikirləşdiyi çıxış yolu. İndi başa düşdün niyə görə Əmraz bu qədər pisliyi ilə, hiləgərliyi ilə, xəbisliyi ilə, bicliyi ilə, hədsiz tamaşkarlığı ilə belə yenə də mənim üçün əzizdir. Bilin, həqiqi döyüş odur ki, Həsən İbni Əli istəyir. Və sülhü də biz fəryad eləyirik. Necə ki, Asın oğlu deyir. Gedin qoşundan müğayət olun ki, istəklərimiz bir-bir həyata keçsin. Deyin, Əmraz gəlsin. Əmir sizi çağırır. Niyə görə? Bilmirəm. Yenə neynədiniz ki, əmir fəryad eləyir? Məsləhət olsa, əmir özü sizə deyər. Siz sübdən əmirin keyfini pozdunuz. Gərək indi mən yükün altına girim. Nə yük sərdar? Misir hakimi özü yaxşı bilir ki, hər bir yükün altından necə çıxsın. Bəli. Hətta əmirin ləyaqətsiz sərkərdələrinin yükü olsa belə. Gəlin. Məktub gətirmişəm. Əmir əl-Möminin Muaviyyədən İbn Abbasa. Mənim dilimdən Hindənin oğluna de ki, zamanın imamı ilə mübarizə aparan adamla danışmaq belə haramdır. Get! Salam, Salam, salam. salam. Buyurun.
Salam. Aleykümselam. Əmir, nə xəbərdir? Eşitdim Müaviyyə tərəfindən qasid gəlir. Bəli. Əmir sizin hamınızı əfv eləyib və yaxşı ənam vədə verib. Başa düşmədim. Elə mən də. Və göstəriş verib ki, elə indi sizlərdən biriniz mədayinə gedib əmrinə müntəzir olasınız. Yazmayıb nəyə görə? Vaxtında. Yazıb vaxtı çatanda deyiləcək. İbn Ümeyr, mənim köfədə olmağım lazımdır. Əş də yaxşı olar, Cədə və Həsənin evi ilə əlaqə saxlasın. Sən gərək gedəsən. Bir də bizdən istəyib ki, bütün şeyxlərdən, qəbilə başçılarından, ondan himayə olunması və Həsən İbni Əlidən bəraət eləmələri barədə namə toplayıb məskinə göndərək. Yaxşı olar, siz də bu işdə bizə kömək göstərəsiniz. Mənim dilimdən əmirə yaz ki, əgər Həsən İbni Əli küfəyə daxil olsa, ona əli bağlı sizə təhvil verəcəyim. Yaxşı, yazaram. Mənim dilimdən də o cür yaz. Oldu. Onu da yaz ki, Ürvət İbn Ümeyr əmrin göstərişinə itaət edib dərhal mədayinə yola düşdü. Yaxşı, yazaram. Arxayın ola bilərsən. Əmir. Sən gərək elə eləyəsən ki, Əbu Sufyanın oğlu vəfalı olmağımıza inansın və keçmiş kin-küdurəti unutsun. Narahat olma Şimir. Siz fəqət əmirin göstərişini icra eləyin. Salam Əhməd. Salam. Əleykuməssalam. Xoş gəlmisən qardaş. Ata necə? Yaxşıdır. Hoş gəlmisən Əhməd. Yaqub. Səfərin yaxşı keçdi. Hə, yeriniz məlum. Hərb neyniyir? Şeytanlıq eləyir. Übeydullahdan namə var. Gəl, Həsən İbn Əlinin çadırı buradadır. Nə xəbərdir? Gözümə bir təhər dəydi. Cəsus yaxalayıblar. Burada da? Bəli, Muaviyyənin fitnələri qurtarmır ki. Bu nə döyüşdü? Sən deyirsən bu fəryadla Həsənin qoşununun ürəyinə lərzə sala bilər? Bütün qoşunun yox.
Amma qorxaqları fikrindən döndər. İmanları zəif olan adamları. Mən ümid edirəm ki, Übeydullahı bir addım bizə yaxınlaşdırar. Yalnız Übeydullahı? Übeydullah bizim qələbə rəmzimizdir. Onu ələ alsaq, iş bitdi. O birilərinin əlindən bir şey gəlməyəcək. Hücum eləyin. Qan tökək. Üz-üzə vuruşaq. Bu necə döyüşdü Sərdar? Heç kəsə etibar eləmək olmur. İşə bir bax, qardaş qardaşa rəhm eləmir Sərdar. Bir göz qırpımında cəsuslar, qarətçilər üstümüzə hücum eləyirlər. Bizə bir çarə qılın, Sərdar. Təəccüb edirəm ki, niyə görə Əbu Süfyanın oğlu döyüşmür? Əgər bu yorulmuş qoşuna hücum eləsə, bir nəfər belə sağ qalmaz. Sərdar, get yat. 3 gecə də yatmırsan. Necə yatıb? Onlar öz canlarının qorxusundan oyaqdır. Mən də onların canının qorxusundan. Dünən gecə 10 nəfəri qətlə getiriblər. O biri gecə 20 nəfəri. Allah bilir bu gecə neçə nəfəri öldürəcəklər. O kişi düz deyir. Bu nə döyüşdü belə? Tutun onu! Gedək. Tutun onu! Eşidirsiniz, tutun onu! Tutun onu! Qoymayın qaçsın! Tutun onu! Mən qarətçi deyiləm, casus deyiləm! Mən qarətçi deyiləm, Allah'a and içirəm! Nə olub belə? Sərdahım məni! Bu adam arxadan mənə yaxınlaşdı. Yəqin bilirəm ki, məni öldürmək istəyirdi. Yalan deyir Sərdar. Mən dəstəmaz almaq istəyirdim. İstəyirdim, sütun ona tərəf gedim. Birdən məni tutdular. Ay lənətə gəlmiş. Bıraxın onu. Sərdar! Axı nə üçün Sərdar? Bıraxaq onu yenidən canımıza qəsd eləsin. Qarətçidir. Sübutun var ki, o qarətçidir. Sübut istəyirsən Sərdar? Bəs bu neçə gündə ölənlər sübut deyil. Dedim, bıraxın onu. Ey lənətə gəlmiş! Eşilmədi Sərdar nə dedi? Bıraxın onu! Gedək qardaşlar, gedək. Bununla nə edeyim Sərdar? Bırax onu. Neçə nəfər qətlə yetirilib? 10 nəfəri torpağa tapşırdıq. Hamısını qəfildən namərtcəsinə qətlə yetiriblər. Elədir. Bir neçəsi də ölməyin qorxusundan qaçıb getdilər.
Əmir-əl-Möminin Muaviyyədən İbn Abbasa xəbər gətirmişəm. Söylə. Əmir-əl-Möminin İbn Abbasla söhbət eləmək istəyir. Qayıt. Qulaq as, əgər bir də gəlsən özündən köz. Mən məmuram, Sərdar. Müaviyyəyə de ki, bu qoşundan heç kimin ona sözü yoxdur. Əgər sözü varsa, onda Həsən İbni Əlini gözləsin. Gel! Hey! Mən əgər Muaviyyənin cəsuslarından olsaydım, bu dəqiqə hər ikinizi cəhənnəmə vasil eləmişdim. Sən burada nə edirsən? Gəlmişəm birlikdə döyüş təndirini alovlandıraq. Cəmaatı Həsən İbni Əlini himayə eləməklə Şamlılara qarşı döyüşə təhrik eləyək. Burada vəziyyət necədir? Vəziyyət qarma qarışıqdır. Biz öz kölgəmizdən də qorxuruq. Çünki qəfildən gəlib öldürüb qaçırlar. Bunu kim elətdirir? Hindənin oğlu. Casuslarını namərkəzdən sarıblar canımıza. Muaviyyənin işidir. Yox. Həsən İbn Əlidir ki, hələ də səbr edir və qılıncı əl atmır. Gərək hamını bu həqiqətdən xəbərdar edək. Nə xəbərdir? Nə olur? Hara belə? Biz çıxıb getmək istəyirik. Bu heç kişilikdəndir. Öz qardaşlarınızı tənha qoyub qaçmaq istəyirsiniz? Bəs belə də döyüş olar. Biz gəlmişik düşmənlə üz-üzə vuruşa. Düşmənimiz hanı? Biz qatilimizi görməyə dostlarımızı itiririk. Düşmən qaranlıqda gizlənib, bizim aramızdadır. Qılın zərbəsini indirir və qaçır. Mübarizə aparmaq lazımdır. Necə mübarizə eləyək? Kiminlə eləyək? Heç kimi görmürük. Əgər İbn Abbas elə indi döyüş əmri versə, biz qalıb vuruşarıq. Bizim sayımız azdır. Biz öz imamımız Həsən İbni Əlini gözləyirik. O tezliklə bizə qoşulacaq. Əgər belə bir vəziyyətdə döyüş eləsək, şübhəsiz hamılıqla həlak olarıq. İndi də zillətli ölümdən başqa bir şey bizə nəsib olmayacaq. Yol açın, İbn Abbas! Bırakın geçsinler. Yaxşı. Daha nə xəbər? Mədayindən gələn xəbərə görə Həsən İbni Əli 4000 nəfərdən artıq qoşun yığa bilməyib. Qəbilə başçıları əmrin istədiyi kimi ona kömək etməkdən imtina eləyiblər. Bir neçəsi də istədiyimiz kimi tərəfdaşlıq naməsi göndəriblər. Bizim adamlarımız Mədain ordugahında çaxnaşma salıblar. Hər gün xeymələrdən neçə cəsəd çölə çıxır. Bir də ki, xəvaric başçılarından biri olan Ürvət ibn Ümeyr gizlincə Mədiniyə gəlib. Xəbər doğrudur, əmir. Əmr ibn Hürreys Kufədən göndərdiyi namədə Ürvət ibn Ümeyrin əmirin göstərişi ilə Mədani gəlməsini təsdiqləyib. Eləcə də bir neçə qəbilə başçıları sizi müdafiə eləmək üçün namə göndərib.
Vaxt gələr bu məktubların bizə böyük köməyi dəyər. Lap yaxşı. Gedək. Müğeyrə, o zindanbanın adı nə idi? Adı Rəşid idi, əmir. Hələ də sağdır, yoxsa bıçaqnaşmada o da ölüb? Zənnimcə hələ də sağdır, əmir. Əmi, Nə deyirsən? bu məktublar Həsən İbn Əlini çox narahat eləyəcək. Onun üçün göndərmək istəmirsən? Hələ yox, vaxtında. Bəs vaxtı açandır. Sən İbn Abbasla görüşəndə. Ya ölürsüz, ya da kalırsınız. Qardaşlar! Buyurdular, bırakın geçsinler. Özündən muğayat ol. Bizim salamımızı da İbn Abbas'a getir. Al, bu mektubu tez Ubeydullah'a çatdır. Gel. Allah amanında. Vəziyyət mədayində elə də yaxşı deyil. Bir çox söz verən adamlar əhdlərinə vəfa etməyiblər. Əba Mühəmməd hələ də qoşun tədarükündədir. Orada da cəsuslar və qarətçilər tüğyan eləyir. Yazır, hər gecə bir neçəsi qətlə yetirilir. Hər gün bir neçəsi ordugahı tərk edir. Nə göstəriş verim? Səbr eləyib gözləyək. Deməli səbr eləyirik. Səbr eləyirik. Gecə hələ heç bir hadisə baş vermir. Gecənin əvvəlidir. Səhərə hələ çox qalır. Mən ümidvaram ki, imam nə qədər tez çatsa, hamı bu bəladan nicat tapar. Vallah, əgər döyüş başlasa, bizdən namərtcəsinə öldürdükləri hər bir nəfərə görə 10 nəfər öldürərəm. Mən də sənin kimi döyüşün başlayacaq günləri sayırım. Tanıdın? Özüdür. O başını bağlayan Rəşiddir. Bəli, tanıdım. Gərək elə bir iş görək ki, bizim xeymənin yanından keçsin. İndiki mümkün deyil. Səbr eləyək, münasib bir fürsət düşən kimi. Ən gözəl fürsət indidir. Əgər əldən versək, bir də belə fürsət olmayacaq. Deyirsən, neyniyək? Sən bir iş görüb diqqətini cəlb eləyə bilsən, sözsüz ki, sənin dalınca düşəcək. Elə bu vaxt mən onu nişan alıb yaxalayaram. Qorxulu işdir. Axı canımı əldən verə bilərəm. Qorxma, sənə əli dəyməmiş, mən onun işini bitirərəm.
Bilirsən, çətinliyimiz nədir hərb? Həsən İbn Əli şəriətə çox bağlıdır. O, İslamın qayda qanunlarını poza bilməz. Çünki İslamı və Quranı qorumaq üçün qiyam eləyib. Amma Muaviyə heç nəyə baxmır, nə istəyirsə onu da eləyir. Əba Məhəmməd icazə versəydi, başlarına elə bir oyun açardıq ki, gəl görəsən, bir-bir dərslərini verərdik və namərdliyin məzəsini dadızdırardıq onlara. Sən bunu istəyirsən, Rəşid? Əba Məhəmməd Allah Rəsulunun övladıdır. Heç olmasa mən və sən bu fikirdə olmayaq ki, Əli-i Mürtəzanın oğlu məsləhət olmayan bir işi görər. Düz deyirsən. Onun gördüyü hər bir iş savabdır. Hör, məni bu şeytanı vəsvəsələrə qərq eləyən bu alçaqların kin-kudurətidir. Bilirəm. Tez tövbə et ki, mən şeytanla iş görə bilmərəm. Yaxşı, tövbə eləyərəm. O adi döyüşçülərdən fərqlidir. Daha yaxşı olar ki, Minsikkənin fikrində olasan. Sərkərdə Müğeyrənin dilindən deyib ki, hər kim onu öldürsə, 10 min sikkə alacaq. Sən düz deyirsən. 10 min sikkə pulla nələr eləmək olar? Sən hazır ol. Mən onu gətirəcəm. Qardaşlar, o yuxarıda gözünüz olsun. Maviyənin cəsusları oradan ordugaha daxil ola bilərlər. Baş üstə, Sərdar. Dayan! Ne olub Sərdar? Heç, sən get dincəl. Get.
Kıymadıydı gördü. Koyma kaçsın. Her koyma kaçsın. Lənətə gələsən. Tutun onu! Qərəçini tutun! Tutun onu! Sərdar, qarətçidir, qaçmasın. Rəşid. Cəssusu yaxaladınız? Bəli, rahat ola bilərsən. Sərdar onu qətlə yetirdi. Hərb. Demədim, səhərə hələ çox qalıb. Rəşid. Sərdar, Həsən İbn Əliyə de ki, tərəfdaşlarını namərcəsinə qətlə yetiriblər. Şeytanlar qəlbətdə gizləniblər. Sərdar, de ki, biz ona sadiq qalmışıq. Düşmən hiləgərdir. Sərdar, Sərdar, mənim salamımı Əbba Məhəmmədə yetir. Əşhədü ən la ilahə illəllah. Əşhədü ənə Muhammedən Rəsulallah. Əşhədü ənə Əliyyən Vəliyullah. Əmir, xoş xəbər gətirmişəm. Yenə nə olub Müğeyrə? Zindan başçısı əmirin göstərişi ilə qətlə yetirilib. Nə vaxt? Bu gecə, məğrib namazından sonra. Kim bu xəbəri gətirib?
Onu qətlə yetirən həmin adam. Bu kişi. Zindan başçısını sən öldürmüsən? Bəli, əmir. Adı da Rəşid idi. Necə öldürdün? Biz 2 nəfər idik. Yoldaşım onu bizim xeyməyə tərəf gətirdi. Və mən xeymənin içindən onu oxla vurdum. Yoldaşın hanı? Übeydullah onu yaxalayıb qətlə yetirdi. Çox yaxşı. Get. Söz verdiyimiz mükafatı da alacaqsan. Get. Dayan. Yaxın gəl. Biraz daha. Zindan başçısını sən oxla vurdun, yoxsa yoldaşın? Mən vurdum. Sən o xeymənin içində gizlənəndə yoldaşın harada idi? O xeymənin çölündə Rəşidin diqqətini özünə cəlb elədi və mənə tərəf gətirdi. Yaxşı. Sən zindan başçısını ox ilə vurandan sonra nə oldu? Necə oldu ki, dostunu Übeydullah öldürdü? Zindan başçısına ox dəyəndən sonra onu göstərdi və dedi ki, bu cəsusdur. O qaçdı və Übeydullah onu tutub öldürdü. Sən onu xeymədən ox ilə vurdun. Necə oldu ki, Rəşid onu göstərdi, ha? Yalan dedim ya Emir, yalan dedim. Zindan başçısını mən öldürməmişəm. Qalx ayağa! Bağışla məni ya Emir. Kəs səsini məmur! Zindan başçısını mən öldürməmişəm ya Emir. Sən hardan bildin o yalan deyir? Yalancılar bir-birinin dilini yaxşı başa düşür. Əmir, Mərvan İbni Həkəm sizi görmək istəyir. De gəlsin. Əmir, bu da bir yalancıdır. Diqqətli ol, gör nə yalanlar toxuyur. Mərvan sənliydi. Mən Ümeyyə tayfasının dilini başa düşmürəm. Übeydullah hal-hazırda ordugahdadır. Əmirlə görüşmək istəyir. Təkdir? Bəli, təkdir. Yaxşı, əmir. İndi nə etməliyik? Salam olsun Übeydullah ibn Abbas'a. Xoş gəlmisən. Filmin sonu. Film Təkamül Tərcümə Mərkəzində tərcümə olunub. Filmi tərcüm edənlər: Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev. Film 2007-ci ildə AGP Production nəzdindəki səs yazma studiyasında dublyaj olunub. Dublyajın rejissoru Vüqar Camalzadə, Mahir İbrahimov, səs rejissoru Eldar Məmmədov, redaktor Kamran Nəcəfov. Dublyajda iştirak edirlər: Rasim Balayev, İlham Əskərov, Hacı İsmailov, Səidə Quriyeva, Almaz Amanova, Pərviz Bağırov, Məzahir Cəlilov, Kazım Abdullayev, Rəşid Səməndər, Sabir Məmmədov, Rafiq İbrahimov, Qədir Hüseyin İsmailov, Vüsal Murtuzəliyev, Samir Qulamov,
Sərdar Rüstəmov, Mahir Birişli, Ramil Zeynalov və başqaları.